Eğer sizin de toyuqlarınızda xırıltılar varsa, çalışın, nanə cövhər alın əziz dostlar. Toyuqlar axşam dam şəraitində olanda bu nanə cövhərdən toyuqların başının üstündən bu qaydada bu aparatla istifadə edin. Toyuqlar otaq şəraitində olduğu üçün ağziyar, bronxit problemləri yaranır toyuqlarda. O nöqteyi nəzərdən toyuqlar düzgün nəfəs almadıqda toyuqlarda xırıltılar bu qaydada alınır. Bu xırıltıları da aradan götürməyin ilk növbədə yolu bax tək əziz dostlar nanə cövhərdən ibarətdir. Bunlar bizim orijinal Xarkov toyuqlarımızdır əziz dostlar. Azərbaycanın bütün rayon şəhər avtovazalına sifarişlərin çatdırması pulsuzdur. Bizdə toyuqlar satılmır. Yalnız düzələrinin sifarişi götürülür. 10 günlükdən 90 günlüyə qədər. Və onu da izah edirəm ki, əziz dostlar, bugün çox yerlərdə Xarkov cinsi altında ucuz varianta sexlərdən yığılma çilli düzələr satırlar. Bizdə olan müştərilərin demək olar ki, 50-60% zərər çəkmiş, aldanmış müştərilərdir. Ucuz qiymətə alıblar, bir neçə aylar saxlayıblar, keyfiyyətini görmədikdə dərhal növbət dəfə bizlərə sifariş ediblər. Və bir neçə dəfə özümüzə şahid olmuşuq. Bəziləri bizdən 50-60 Xarkovun 2 aylığını, 3 aylığını alır. Bir balaca saxlayıb toyuq qaydasında görkəm aldıqdan sonra orijinal Xarkov kimi müştərilərə həmən aldıqları 30-40 dənə Xarkovları müştərilərə təqdim edib, sexlərdən gedib çilli düzələri alıb gətirib, canlı yayımlar açıb, müştərilərə videolar paylaşıb, həmən satışları edirlər. Bu da bugünkü günü bizim alıcılar arasında çox bir çətinlik yaradıb. Bugünkü günü alıcılar elə bir vəziyyət yaranıb ki, bizi kimi təsərrüfatçı ilə o qaydada insanlarla davranan insanların arasında olan məsələni ayırt edə bilmirlər. O nöqteyi nəzərdən bu videonu sizlərə çəkib paylaşıram ki, çalışın, səhifələrə baxın, səhifələrə ətraflı şəkildə baxın, görün kimlər təsərrüfatçıdır, kimlər düzgün şəkildə real satır, onlara sifariş edin.